Pomidor, biber, xiyar şitilləri üçün mayadan, drojdan hazırlanan gübrənin reseptini deyirəm. 1 çay qaşığı şəkər əlavə edirik. Çünki şəkərin əlavə edilməyinin səbəbi odur ki, oradakı maya aktivləşsin və mikroorqanizm şəkərlə qidalansın ki, o fermentasiya baş versin, sonra biz onu torpağımıza verək ki, torpağımızdakı canlılıq artsın. 3 çay qaşığı isə quru maya və yaxud droj əlavə edirik. 3 çay qaşığı və üzərinə 4,5, 3,5 litrə yaxın su əlavə edib qarışdırırıq. 1-2 saat saxlayıb çalxaladıqdan sonra, qarışdıqdan sonra, burada fermentasiya baş verdikdən sonra bitkilərimizin dibinə bu qədər hər bir bitkimizə 250-500 milliyə yaxın veririk və bir torpağımızın orada mikroorqanizmlərini qidalandırır və oradakı mənimsənə bilməyən elementləri mənimsədir və bitkilərimiz daha yaxşı inkişaf etməyə başlayır. Deməli, pərpətöyündən necə gübrə hazırlamaq olar? Pomidor üçün çox güvvəli gübrədir. Onun üçün izləmədə qalın, onun videosunu paylaşacağım.